Vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən birinci hissə Güvən Test Bankından xətti sürət mövzusunun C variantının testlərinin izahını verəcəm. Birinci testdə deyilir. Radiusu 120 metr olan çevre hızla 30 metr bölü saniyə sürətlə bərabər sürətlə hərəkət edən cisim nə qədər vaxtda A nöqtəsindən K nöqtəsinə gəlir? Əvvəlcə baxaq görək A nöqtəsinin K nöqtəsi arası olan hissə hansı hissədir? Baxın, bu göstərdiyim hissədir. Mənə deyir ki, A nöqtəsindən K nöqtəsinə nə qədər vaxtda gəlir? Bunun üçün bizə dövrətmə periodu lazımdır. Yəni, periodu nə qədər? Xətti sürətin dövrətmə periyoduna olan düsturu 2 pi r bölünsün t-dir. Buradan t-ni tapsaq, t bərabərdir 2 pi r bölünsün v olacaq. T bərabərdir 2 vurulsun, 3 vurulsun. Baxaq, r-imiz neçə metrdir? 120 metr. Bölünsün, məxrəcdə də neçə var? Əlbəttə 30, yəni xətti sürətimiz 30. Bundan bu ixtisar getdi, bizə neçə qaldı? 4, 2-yə vursan 8, 24 saniyə qaldı. Əla. İndi mən diqqətlə baxırıq, bizim 120 dərəcəni neçə saniyə dönüb onu deyir. Tənasüb qura. Əgər 360 dərəcəni neçə 24 saniyə dönübsə, onda biz 120 dərəcəni neçə saniyə dönəcək? T saniyə, bilmirəm. İndi diqqətlə baxsaq, bərabərliyin sol tərəfi 3 dəfə azalsa, burada nədir? 3 dəfə azalmış olacaq. Onda 24-ün 3 dəfə azalması bizə neçə saniyə verəcək? 8 saniyə. Demək, 8 saniyə dönüb. Düzdür, bunun digər variantı da var. Düsturla da getmək olar. Düsturla getsək, hansı düsturdan istifadə eləmək olar? Yəni, ona da baxaq. Baxın, xətti sürətin 2 düsturundan ya da bəli, elə xətti sürətin 2 düsturundan istifadə edərək bunu həll eləmək olar. Xətti sürətlə də getmək olar. Biz əslində bucaq sürəti ilə getsək daha yaxşı olar. Bucaq sürətin omega bərabər 1 fi bölünsün t düsturu var. O da bərabərdir 2 pi bölünsün t düsturu var. Burada fi'nin yerinə 120 dərəcə biz bilirik də. 120 dərəcə bizə verəcək 3-də 2 pi. İndi mən nə yazacağım? 3-də 2 pi bölünsün. T'miz nə qədərdir? Bilmirəm. Elə bizdən o t'ni soruşur. 2 pi bölünsün nədir? T'yə. T'mizi də zaten bilirik. Neçə saniyədir? 24 saniyə. Bu 2 pi ilə bu 2 pi ixtisar getdi. Bizə nə qaldı? 3t bərabərdir 24-ə. T də bərabər neçə? 8 saniyə. Yəni, hansı yolla gedirsən get, hansı üsulla gedirsən get, sonda cavab yenə neçə saniyə alınacaq? 8 saniyə alınacaq. Davam edək. Növbəti testimiz ikinci testdir. İkinci testdə deyilir. Radiusu 20 desimetr olan çevre hızla bərabər sürətlə hərəkət edən cismin dönmə bucağının zamandan asılı qrafiki verilir. Cismin xətti sürətini tapın. Əziz dostlar, biz omeganın düsturunu, yəni bucaq sürətinin düsturunu bilirik. Fi minus fi 0 bölünsün t'dir. Yerinə qoysaq, bucaq sürəti fi'miz sonumuz 5-dir. Sonumuz deyək ki 8-dir. Başlanğıcımız 2-dir. Yəni bu qrafikdə. Sonu 8, başlanğıcı 2-dir. Zaman isə bizə neçə saniyə götürə bilərik? 2 saniyə götürə bilərik. 8-dən 2 çıxsam 6, 2-yə də bölsəm 3 radian bölünsün saniyə olacaq. Onda bizim xətti sürətin düsturunu bildiyimizdən omega r'dir. V bərabər omeganı 3 tapdıq. R isə 20 desimetr elə 2 metr verəcək. 2-ni 3-ə vursam 6 metr bölünsün saniyə verəcək. Doğru cavab B variantı. Növbəti test üçüncü testdir. Verilmiş radiuslu çevre üzrə hərəkətdə radius vektorun dönmə bucağının zamandan asılıq qrafiki verilmişdir. Xətti sürətin modunun zamandan asılıq qrafiki hansıdır? Əziz dostlar, əgər fi t'dən, diqqətlə baxaq, əgər fi t'dən düzüm mütənasib asılıdırsa, omega nədir? Sabitdir. Niyə? Çünki bizim fi bərabərdir omega t düsturuna görə, əgər fi'nin t'dən düz mütənasib asılılıq qururuqsa, gərək ki, biz omeganı nə götürək? Sabit götürək. Yaxşı, omega bərabərdir konstantdır. Onda bizim V'nin düsturu var idi, omega ilə olan. Omega R'dir. Omeganı biz sabit götürürüksə, onda V, yəni xətti sürət radiusdan necə asılıdır?
düz mütənasib asılı olacaq. Amma bizdən zamanın asılını soruşur. Çeviriz hərəkətdə bilirik də, xətti sürət də modulca nədir? Sabitdir. Baxın, xətti sürət də modulca sabit. Modulca sabitdirsə, onda nədir? Üzr istəyirəm. Modulca sabitdirsə, asılı olmayacaq. Doğru cavab nədir? B variantı. Burada bizə deyir ki, fi t ilə düz asıldısa, omega sabit, omega da sabit, çeviriz hərəkət. Bizi bir çeviriz hərəkətdə nə sabitdir? Xətti sürətin modulda sabitdir. İstiqamətcə dəyişsə də modulca nədir? Sabitdir. Bizə də modulun zamanın asıllığını soruşur. İçinə sabitdir. Doğru cavab B olacaq. Amma radiusdan asılını soruşsaydı, əlbəttə necə asıldır? Düz mütənasib asılı olacaq. Yəni radius dəyişdikcə dəyişəcək. Burada da eyni məntiqlə gedəcək. Baxırıq. Əgər bucaq sürəti zamanın asılı deyilsə, deməli söhbət nədən gedir? Çeviriz hərəkətdən gedir. Yəni bucaq sürəti konusdan, sabit olan hərəkətdən gedir. Bucaq sürəti sabitdirsə, onda xətti sürət də modulca sabit olacaq. Xətti sürət modulca sabitdirsə, onda zamanın asılılığı asılı deyil. Doğru cavab A variantı olacaq. Növbəti 5-ci test. Verilmiş radiusu çevirizlə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə periodu 1 saniyədir. Onun dövrətmə periodu 3 saniyə artarsa, xətti sürəti necə dəyişir? Əziz dostlar, əvvəlcə baxaq görək dövrətmə periodumuz nə qədərdir? 1 saniyədir. Birinci halda 1 saniyədir. Deyək ki, daha sonra bu 3 saniyədə artdı. İkinci halda nə qədərdir? Deməli, 1 plus 3 olacaq. O da 4 saniyə olacaq. Onda əvvəl neçə saniyə idi? 1 saniyə idi. İndi oldu 4 saniyə. Deməli, period 4 dəfə artıb. Yaxşı, biz xətti sürətin periodla olan düsturunu bilirik. Xətti sürətin periodla olan düsturu V bərabər 2 pi r bölünsün t-dir. Baxırıq, periodla necə asıldır? Tərs asıldır. Yəni, periodumuzla tərs mütənasib asıldır. Tərs mütənasib asıldısa, onda period 4 dəfə artıbsa, xətti sürət əksinə 4 dəfə azalmış olacaq. Doğru cavab hansı variantı oldu? B variantı. Növbəti testimiz 6-cı testdir. Deyir ki, disk sabit tezliklə O nöqtəsi ətrafında fırladılır. Deyir, B nöqtəsinin O nöqtəsinə nəzərən sürətinin modulunu hesablayın. Baxaq. Yeri gəlmişkən deyim, bu tipli testlər çox maraqlı və çox diqqət tələb edən testlərdir. Gəlin biz B nöqtəsinin cızdığı çevrənin nəyini göstərək? Görəsən B nöqtəsi hansı çevrəni cızır? Baxaq, bu bizim B nöqtəsinin cızdığı çevrədir. Diqqətlə baxsaq. Onda B nöqtəsinin cızdığı çevrəni biz görürüksə, özümüzə də bir dənə istiqamət götürək. Deyək ki, saat əqrəb istiqamətlə fırladılır. Onda A nöqtəsindən bizim xətti sürətimizin istiqaməti, yəni VA hara doğru olacaq? Sağa doğru olacaq. Onda B nöqtəsindən isə sola doğru. Çünki mərkəzdən, VB deyək buna da, mərkəzdən hərəsi, bura mərkəzdir. Nöqtənin hərəsi bir tərəfdə yerləşir. Biri yuxarıda, biri isə nədir? Aşağıda. Hər ikisi eyni tərəfdə yerləşərsə, ta ki, B nöqtəsi burada olarsa, eyni istiqamətdədir və belə göstərəcək. Amma əks tərəfdə yerləşdiyinə görə xətti sürətlərin vektorları bir-birinə əks olacaq. İndi baxaq, deyir, O nöqtəsinə nəzərən sürəti modulunu neyin? Hesablayın, deyir. B nöqtəsinin O nöqtəsinin. Əvvəlcə B nöqtəsinin sürətini bilməliyik. Yeri gəlmişkən, burada VO özü də 0-a bərabərdir. O nöqtəsi tərpənməzdir. Digər nöqtələr onun ətrafında hərəkət edir. VA 8-dir. Mənə deyir ki, VA-nın OA OB-dən 2 dəfə böyükdür. Yəni, bura R deyirəmsə, baxın, əziz dostlar, bura mən R deyirəmsə, onda bura nə qədər olacaq? B nöqtəsinə qədər olmasa, R bölünsün 2 olacaq. Radiusumuz 2 dəfə azaldı. Xətti sürətində düsturunu bilirik. V bərabərdir omega. Omega R düsturuna görə. Omega zaten sabitdir. V R'dən necə asılıdır? Düzdür. Onda B nöqtəsinin sürəti olacaq 4 metr bölünsün saniyə. Bu qədər olacaq. İndi biz B nöqtəsinin O nöqtəsinə nəzərən deyir. B nöqtəsinin O nöqtəsinə deyirsə, onda VB minus VO olacaq. VB zaten tapdıq 4'dür. Minus O nöqtəsində plus da yaza bilərik əslində. O nöqtəsinin sürəti də 0'dır.
Elə 4 metr bölünsün nə olacaq cavab? Saniyə. Doğru cavab B variantı. Gəldik 7-ci test. Radiusu 1 metr olan çevre üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə periodu 4 saniyədir. Cisim A nöqtəsindən B nöqtəsinə gələnə qədər yerdəyişməyə görə orta sürətini tapın. A nöqtəsindən B nöqtəsinə gələnə qədər olan hissə, yəni bizə bu hissəni verir. Bu da periodun əlbəttə yarısıdır. Periodun yarısı olduğunu bildiyimizə görə biz nə yazmalıyıq? Bura delta t bərabərdir. Nə olacaq? 2-də 1t. Aha. Və modulda s isə nəyə bərabərdir? Yerdəyişməyə görə xətt sürət deyil. 2r-ə bərabərdir. Onda biz yerdəyişməyə görə orta sürətin düsturunu yazsaq, s bölünsün t düsturuna görə s nə qədərdir? 2r-dir. T isə 2-də 1t-dir. Onda 2 yuxarı qalxacaq. 4r bölünsün t olacaq. Verilənləri yazaq. 4 vurulsun. Periodumuz nə qədərdir deyil? 4 saniyədir. Bəs radiusumuz nə qədər verir? 1 metr verir. Radiusumuz da 1. Bu 4-dən bu 4 getdi. Bizə elə 1 metr bölünsün saniyə qalacaq. Doğru cavab hansı variantı oldu? A variantı olacaq. Növbət testimiz 8-ci testdir. Maddi nöqtə çevre üzrə bərabər sürətlə hərəkət edir. Periodun yarısına bərabər müddətdə maddi nöqtənin yerdəyişməyə görə orta sürəti nəyə bərabərdir? 12 metr bölünsün saniyədir. Maddi nöqtə çevre üzrə hansı sürətlə hərəkət edir? Əziz dostlar, baxın yazırıq. Delta t bərabərdir 2-də 1t yazdıq. Qəşəng. Bir də mütləq bunları qeyd eləməliyik. S nəyə bərabərdir? Yarısında 2r-ə bərabərdir. Onda orta sürətin düsturunu biz bilirik. V orta bərabərdir. Nə idi düsturumuz? Üzr istəyirəm. V orta bərabər idi. Belə yazaq. Nə yazmalıyıq? S bölünsün t. S-imiz nə qədərdir? Baxaq. S-imiz 2r-dir. Bəs t-miz nə qədərdir? 2-də 1t-dir. Yəni t-ni də yuxarı qaldırsaq, daha doğrusu 2-ni yuxarı qalsaq, məxrəcdə t. Yəni 4r bölünsün nə qalacaq? T. Yəni buradan r bölünsün t-ni tapaq. Orta sürət nə qədər verib? 12 verir. 12 bərabərdir 4 r bölünsün t-yə. Onda buradan r bölünsün t-ni neçə tapdıq biz? Əlbəttə 3 metr bölünsün saniyə tapdıq. Onu biz qeyd eləyək. İndi bizdən nəyi soruşur? Bizdən soruşur ki, hansı sürətlə hərəkət edib, onu tapaq. Hansı sürətlə hərəkət etdiyini tapmaqdan ötürü isə V-nin belə bir düstur lazımdır perioduna. 2πr bölünsün t. O da bərabərdir. 2 vurulsun 3. R bölünsün t-də neçədir? 3 olacaq. Bunu belə silək. 3-dür. İndi biz 2-ni 3-ə vursaq neçə eləyəcək? 6. Onda 3-ə vursaq 18 eləyəcək. Deməli, bu cisim 18 metr bölünsün saniyə sürətlə hərəkət edib. Doğru cavab hansı variant? B variantı olacaq. Növbət test 9-cu testdir. Deyir ki, eyni radiusu çevre üzrə hərəkət edən cisimlərdən birincisi 6 dövr etdikdə, ikinci həmin müddətdə 4 dövr edir. Birinci cismin xətti sürətinin ikinci cismin xətti sürətindən olan nisbətini tap. İndi diqqətlə baxaq. Biz xətti sürətin dövrlərin sayından olan düsturunu bilirik. 2πr n bölünsün nədir? T'dir. Bu düsturu bildik. Deyir, çevre üzrə eyni radiusda hərəkət edən cisimlərdən birincisi 6 dövr etdikdə, ikincisi həmin müddət sabitdir. Yəni zaman sabit, radius sabitdir. Baxırıq, dövrlərin sayına necə asıldır? Düz asıldır. Onda mən nə deyəcəm? V1 bölünsün V2 bərabərdir. N1 bölünsün N2 olacaq. Birinci cismin xətti sürətinə ikinci cismin xətti sürətinə olan nisbətini soruşur. Birinci cisim 6 dövr edib, ikinci cisim 4 dövr edib. Bunlar getdi, ixtisar bizə 3 bölünsün 2 olacaq. Bu da bizə neçə verir? 1,5. Doğru cavab hansı variant oldu? B variantı. 10-cu testdə deyilir ki, cisim radiusu 12 metr olan çevre üzrə bərabər sürətlə hərəkət edərək 3 saniyə ərzində A nöqtəsindən K nöqtəsinə çatır. Bu cismin sürətini metr bölünsün saniyə ilə hesablayın. Əziz dostlar, diqqətlə baxsaq, A nöqtəsinə
K nöqtəsinə 3 saniyə çatır deyir. Biraz görək ki, periodun hansı hissəsidir. A nöqtəsindən K nöqtəsinə 3 saniyə çatırsa, diqqətlə baxaq, bu periodun 4də 3 hissəsidir. Yəni, 4də 3 hissəsini neçə saniyə çatır? 3 saniyə çatır. Onda hər bölgü neçə saniyədir? 1 saniyədir. 1, 1, 1. Deməli, bu hissədə ümumilikdə bizim periodumuz neçə saniyə oldu? T bərabərdir 4 saniyə oldu. Xətti sürətin perioduna olan düsturunu mən bilirəm. 2 pi r bölünsün T'dir. 2 vurulsun pi'miz 3'dür. R'imiz nə qədərdir? 12'dir. Bölünsün. Bəs periodumuz isə 4'dür. Bundan bu ixtisar getdi. Bizə 3 qaldı. 9, 18 metr bölünsün saniyə olacaq. Doğru cavab 18 metr bölünsün saniyə. Növbəti 11-ci testdə deyilir. Radiusu 120 metr olan çevrizə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 6 saniyə ərzində gəlir. A-dan B-yə yenə 6 saniyə gəlirsə, bax, periodun bu hissəsidir. Bizdən nəyi soruşur? Bu cismin xətti sürətini hesablayın. Bunu tənasüblə getmək daha rahatdır. Deməli, A-dan 120 dərəcəni neçə saniyə döndü? 6 saniyə dönürsə, onda 360 dərəcəni T saniyə dönəcək. Baxırıq. Burada 3 dəfə artım varsa, demək burada da 3 dəfə artım olacaq. Onda periodumuz neçə olacaq? 18 saniyə olacaq. Bəli, düz tapdıq. İndi hesablama aparsaq, burada hesablama aparsaq, xətti sürətin perioduna olan düstur lazımdır. 2 pi r bölünsün T'dir. Yerinə qoyaq. V bərabərdir. 2 vurulsun, 3 vurulsun. R'imiz neçədir? 12. Periodda neçə tapdıq? 18. Burada bunlar ixtisar getsə, bizə 6-ya 2 qalacaq. 6-ya getsə 3. Bu 3-dən də bu getdi. Bizə neçə qaldı? 4 metr bölünsün saniyə. Doğru cavab 4 metr bölünsün saniyə olacaq. Baxaq. Deməli, əziz dostlar, bu 11-ci test C variantının sonuncu testidir. Növbəti video izah mərkəzə qaçma təcilinin A variantının testləri olacaq. Bu video izahlıq bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, özünüzdən müğayət olun.